Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi Türkiyənin Balıkəsir vilayətində 6,1 magnitudalı zəlzələ baş verib. Sosial mediada yayılan məlumatlara görə Türkiyənin Balıkəsir şəhərində Sınıdağ rayonunda baş verən zəlzələdən sonra binalar dağılıb. Dağıntı və itki haqqında hələlik rəsmi məlumat yayılmayıb. Göygöldə maskalı şəxslər fermadan 62 baş xırdabuynuzlu heyvan oğurlayıb. Xəbər verilir ki, Hacı rayonunun Hacıməlik qəsəbəsində qeydə alınıb. Belə ki, gecə saatlarında maskalı şəxslər 62 baş xırdabuynuzlu heyvanları oğurlayaraq naməlum istiqamətə aparıblar. Təsərrüfat sahibi Mahir Tağıyev bildirib ki, oğurluq hadisəsi təhlükəsizlik kamerasına düşüb. Məsələ ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.